Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üzrə turizm paytaxtı elan olunması münasibəti ilə silsilə tədbirlərə start verilib və mövzu ilə bağlı hazırda elə Şuşaya bağlanırıq və bizimlə birbaşa bağlantıda Real TV-nin müxbiri Hülya Mirzəyeva var. Axşamınız xeyir Hülya. İqtisadi Əməkdaşlıq Təşkilatının turizm üzrə tədbirinin açılışı ilə bağlı ən son məlumatları sizdən eşidək. Hər vaxtınız xeyir olsun Sabir. Siz və izləyicilərimizi Şuşa şəhərindən salamlayıram. Şuşa şəhərində Şuşa İslam Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı 2026 tədbirinin təntənəli açılış mərasimi keçirildi. Bu mühüm hadisə Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşanın beynəlxalq səviyyədə daha da tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qarabağın incisi sayılan bu qədim şəhər artıq təkcə tarixi mədəni irsi ilə deyil, beynəlxalq tədbirləri ev sahibliyi etməsi ilə də diqqət mərkəzindədir. Açılış mərasimi çərçivəsində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət geniş konsert proqramı təqdim olundu. Müxtəlif solistlərin ifasında səslənən milli və klassik musiqi nömrələri tədbirə xüsusi rəng qatdı. Bu layihə təkcə mədəniyyətləri nümayişi deyil, həm də regionun turizm inteqrasiyası üçün də mühüm platforma rolunu oynayır desək yerinə düşər. Hazırda tədbirlərdə Azərbaycanla yanaşı Türkiyə, İran, Qazaxıstan, Qırğızistan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri də iştirak edir. Bu fakt artıq Şuşanın regional deyil, beynəlxalq miqyaslı turizm qovşağına çevrildiyini bir daha təsdiqləyir. Şuşanın turizm potensialı isə bu cür beynəlxalq layihələr üçün olduqca əlverişlidir. Şəhər öz zəngin tarixi, memarlıq abidələri, unikal təbiəti və mədəni irsi ilə seçilir. Burada yerləşən qədim qalalar, məscidlər, muzeylər və tarixi məkanlar turistlər üçün xüsusi maraqda olur. Eyni zamanda Cıdır düzü kimi məşhur təbiət güşələri, dağ mənzərəli və təmiz havası Şuşanı ekoturizm üçün kifayət qədər cəlb edicidir. Bugün tədbirin rəsmi açılışı olsa da proqram növbəti günlərdə daha da genişlənəcək. Sabah turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun Helgin 3-cü, daha doğrusu 9-cu iclası başlayacaq. Şuşa Mehmanxanasının Üzeyir Hacıbəyev zalında keçiriləcək bu görüşdə üz dövlətləri nümayəndələri birgə turizm layihələrini, regionda turizm vizalarının sadələşdirilməsi və infrastrukturun inkişaf perspektivlərini müzakirə edəcəklər. Mən bir məqamda diqqətinizə çatdırmaq istəyirəm ki, proqramın diqqət çəkən hissələrindən biri isə Tut bağında təşkil olunacaq qastronomiya günüdür. Bu tədbir çərçivəsində isə iştirakçılar Azərbaycan mətbəxinin zəngin nümunələri ilə yanaşı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fərqli kulinariya ənənələri ilə də tanış olacaqlar. Rəsmi görüşlər isə aprelin 29-una təsadüf edəcək. Məski İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 7-ci iclası ilə davam edəcək proqram bu görüşdə region üzrə turizm sahəsində strateji qərarların qəbul edilməsi gözlənilir. Bütün bu tədbirlər fonunda isə Şuşa bir daha sübut edir ki, o yalnız tarixi keçmişi ilə deyil, həm də müasir turizm imkanları və beynəlxalq əməkdaşlıq platforması kimi gələcəyi ilə də seçilən şəhərlərdən biridir. Bəli Sabir, mənim sizə bugündən bu tədbirdən çatdıracaqlarım bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirəm Hülya və bir daha xatırladıram ki, bizimlə birbaşa bağlantıda Şuşadan Hülya Mirzəyeva idi.